Mövzu 1. Qədim Misir. Yer kürəsində sonuncu buzlaşma dövrü eradan əvvəl 13-cü minillikdə bitdikdən sonra Afrikanın şimalında kəskin iqlim dəyişikliyi baş verir. Burada quraqlıq başlayır, su mənbələrinin çoxu isə quruyurdu. Eləcə də dünyanın ən böyük səhrası olan Sahara səhrası yarandı. Burada yaşayan insanlar və canlıların çoxu da Afrikanın cənubuna, bir qismi isə Nil çayının ətrafına çəkildilər. Ehramlar ölkəsi adlanan Misir, Afrikanın şimal-şərqində və dünyanın ən uzun çayı olan Nil çayının ətrafında yerləşir. Bizə burada xəritədə Afrika qitəsinin çox kiçik bir hissəsinin şimal-şərq hissəsini verib ki, Misir də onun deməli şimal-şərqində yerləşirdi. Eləcə də Nil çayının deməli ətrafındaydı. Misirlilər Nil çayını Böyük çay adlandırırdılar. Ölkənin geosiyasi mövqeyi Misir sivilizasiyasının yaranmasına səbəb olmuşdu. Burada nə demək istəyir? Geosiyasi mövqeyi deyəndə dövlətin siyasi gücü, qonşuları, beynəlxalq münasibətləri nəzərdə tutulur. Bəs sivilizasiya nə vaxt yaranır desək, sivilizasiya da o vaxt yaranırdı ki, insanlar əkinçilik və maldarlıqla daimi məşğul olurdular, şəhərlər yaranırdı, burada dövlət və idarəetmə formalaşırdı, yazısı, qanunları olurdu, mədəniyyəti və elmi də inkişaf edirdi. Yəni onun geosiyasi mövqeyi sivilizasiyanın yaranmasına səbəb olmuşdu. Eradan əvvəl 5-ci əsrdə Yunan tarixçisi olan Herodot Misiri Nilin tövhəsi adlandırırdı. Qədim Misirlilər də Misiri qara torpaq adlandırırdılar. Nil çayı Misirin cənubundan şimalına doğru axaraq Aralıq dənizinə tökülürdü. Baxın, Nil çayı cənubundan şimalına doğru axaraq Aralıq dənizinə tökülürdü və bu da onu iki yerə, Şimali Misir və Cənubi Misir olmaqla iki yerə bölürdü. Şimali Misir aşağı Misir idi ki, Nilin deltasında yerləşirdi. Aşağı Misir idi. Cənubi Misir isə yuxarı Misir idi və Nil vadisi boyunca da uzanırdı ki, ondan cənubda isə Nubiya yerləşirdi. Nil çayının suyu yazda artaraq daşqınlara səbəb olurdu. Daşqınlar da çayın ətrafındakı lil, qara torpaq qatı qalırdı daşqınlardan sonra. Və belə torpaqlarda bol məhsul əldə edilirdi. Əhali daşqından qorunmaq üçün isə Nil sahilində damba adlanan bəndlər tikirdilər. Qədim Misirlilərin təsərrüfat həyatı. Misirlilər Nil çayının sahilində bitən papirus adlanan qamışdan sal və qayıq hazırlayır və evlərinin damını örtürdülər. Suyun çatmadığı hündür yerlərdə isə əkin sahələrini suvarmaq üçün şadıq qurğusundan istifadə edirdilər. Burada əkinçiliklə yanaşı bostançılıq, maldarlıq, sənətkarlıq, toxuculuq, dulusçuluq, sənətkarlığa aid olan sahələrdən toxuculuq, dulusçuluq, metal işləmə, zərgərlik, ağac işləmə ilə məşğul olurdular. Qədim Misirdə görüləcə işi təşkil edə bilən və idarəçilik qabiliyyəti olan insanlar başçı seçilirdi ki, bu başçılar da sonradan ağsaqqallar və tayfa başçılarına da çevrilirdilər. İcmanın daxilində və şəhərlərdə qayda qanuna müəyyən edən ağsaqqallar və tayfa başçıları da hakimiyyəti ələ alırdı və beləliklə şəhərlərin meydana gəldiyi və idarə etmə sisteminin hakimiyyətin formalaşdığı ərazilərdə dövlətlər yaranırdı. Xammal olan ehtiyac isə Misiri qonşu ölkələrlə əlaqə qurmasına səbəb olmuşdu ki, Nilin vadisində kifayət qədər gil olsa da taxta az idi. Vadidəki qayalardan ağ əhəng daşı, uzaq bölgələrdən isə qranit, mis, qızıl kimi qiymətli daşların gətirilməsi də lazım olurdu. Bu isə hərbi yürüşlər təşkil edə bilən mütəşəkkil cəmiyyət olmağı da zəruri edirdi. İndi baxırıq Misirin vahid dövlətdə birləşdirilməsinə. İlk vaxtlar Nil çayının ətrafında 40-a qədər kiçik dövlət yaranmışdı. Bu dövlətlər Yunanca vilayət adlanırdı və nom deyildi. Hər bir nomun hökmdarı, dini, tanrısı var idi və nomların mərkəzində hökmdar sarayı, məbədlər və baş tanrının məbədi də yerləşirdi. Sonralar bu dövlətlər, yəni nomlar arasında toqquşmalar baş verir ki, bu toqquşmalar suvarma kanalları və otlaq sahələri uğrunda olmuşdu. Güclü dövlətlər zəifləri özünə tabe edirdi və dövlətlərin sayı azalırdı. Nəticədə eradan əvvəl 4-cü minilliyin ikinci yarısında Nil çayı ətrafında yuxarı, yəni Cənubi Misir, aşağı, yəni Şimali Misir artıq burada padşahlıqları yarandı. Və sonradan bu padşahlıqlar arasında da mübarizə baş verəcəkdi. Baxırıq ki, burada xəritədə deməli yuxarı Misir, burada isə aşağı Misir yaranmışdı eradan əvvəl 4-cü minilliyin ikinci yarısında. İndi bu yaranan iki padşahlıq bir-biri ilə mübarizə apardı. Bunların apardığı mübarizə eradan əvvəl 4-cü minilliyin sonlarında baş vermişdir. Və müharibənin səbəbi isə Misiri vahid halda birləşdirmək idi. Müharibənin nəticəsində yuxarı Misir qalib gəlir
yuxarı Misir qalib gələcək və ölkəni vahid dövlətlə birləşdirir. Beləliklə, eradan əvvəl 4-cü minilliyin sonunda vahid Misir dövləti yarandı, paytaxtı isə Memfis şəhəri oldu. Misirdə müharibələrin bitməsi və vahid dövlətin yaranması onun təsərrüfatının və mədəniyyətinin də inkişafına təkan verdi. Qədim Misirdə idarə etmə və sosial təbəqələr. Əvvəllər Firon sözü hökmdarın sarayı mənasını verirdi. Sonralar isə bu termin birbaşa hökmdarın özünü ifadə etməyə başladı. Yəni zaman keçdikcə bu söz saraydan hökmdara çevrildi və Fironu Günəş oğlu adlandırırdılar. O qeyri-məhdud hakimiyyətə malik idi. Burada diqqət edirik, məhdud yox, qeyri-məhdud deyir ki, qeyri-məhdudda bütün səlahiyyətlərin onun əlində olması demək idi. Dövlətdə bütün hakimiyyət əlində cəmləşmişdi və ordunun baş komandanı sayılırdı. Qanunları verir, qaydaları müəyyən edirdi. Ölkəni idarə etmək üçün də canişin və məmurları da Firon təyin edirdi. Fironun hakimiyyəti irsən atadan oğula və ya qardaşdan qardaşa keçirdi. Fironlar özlərini Tanrının yer üzərində təmsilçisi olaraq, insanların sahibi, torpaqların sahibi və bütün əmlakın sahibi hesab edirdilər. Hakimiyyətin də onlara Tanrı tərəfindən verilməsini də iddia edirdilər və qeyri-adi qüdrətin olduğunu göstərmək üçün də özlərinin şərəfinə piramidalar tikilirdi. Digəri isə Çati idi burada. Deməli, Çati ali məmur idi ki, Firon tərəfindən vəzifəyə təyin olunurdu. Fironlar bu vəzifəyə öz oğullarını təyin edirdilər. Çatinin səlahiyyətlərinə təsərrüfat, məhkəmə, dəftərxana və dövlət xəzinəsinə nəzarət daxil idi. Baxırıq burada digər məmurlara. Digər məmurlar da oxuyub yazmağı bilən şəxslərdən seçilirdi. Əkin sahələrinin ölçülməsi, vergilərin toplanması, hüquq və ordu işlərinə də nəzarət edirdilər. Kahinlər isə Misir cəmiyyətində önəmli yer tutan təbəqələrdən idi və dini işlərə nəzarət edirdilər. Fironu yer üzünün tanrısı Günəş oğlu adlandırır və ilahiləşdirib ona sitayiş edirdilər. İndi isə digər təbəqələrdə isə kəndlilər idi ki, əhalinin əksəriyyətini təşkil edirdi. Sənətkar və tacirlər isə cəmiyyətin mühüm təbəqələrindən biri idi. Misirdə qullar canlı ölülər adlandırırdılar və işğallar nəticəsində Misirə çoxlu əsirlər gətirilərək də qula çevrilmişlər ki, qul əməyindən də təsərrüfatda əyyaların malikanələrində istifadə olunurdu. Lakin qullar Misirdə iqtisadi cəhətdən xüsusi bir əhəmiyyət daşımırdı. İndi baxırıq Misir dövlətinin qüdrətli dövrünə. Fironların əsas dayağı yaxşı silahlanmış və təlim görmüş ordu idi. Misirin birləşməsindən sonra Fironlar dövlətin ərazisini genişləndirmək üçün hərbi yürüşlər etməyə başlayırdılar və eradan əvvəl 2-ci minilliyin ortalarında Misir özünün ən güclü və qüdrətli dövrünə çatdı. Bu dövrdə Misirin işğalları 1-ci Tutmosun dövründə Asiya qitəsinə, yəni Aralıq dənizinin şərqinə yönəldi və burada Fələstin və Suriyanı işğal etdi. Bununla da Misirin şimal sərhədlərini ilk dəfə Fərat çayına çatdı və Misirin cənubundakı Nubiyanı özünə tabe etdi. Misirin ən güclü və qüdrətli dövrü eradan əvvəl 2-ci minilliyin ortalarına təsadüf edir. Bu dövrdə ilk iri miqyaslı işğallara 1-ci Tutmos başlamışdı və o Asiya qitəsinə yönəlmişdi. Bu yürüşün nəticəsində Fələstin və Suriyanı işğal edir, Misir dövlətinin sərhədlərini də ancaq şimal sərhədlərini ilk dəfə Fərat çayına qədər çatdırırdı və Misirdən cənubdakı Nubiyanı da özünə tabe etmişdir. İndi 1-ci Tutmosun nəvəsi 3-cü Tutmosun hakimiyyətinə baxırıq ki, o da Aralıq dənizinin şərq sahillərində, yəni Ön Asiyada Fələstin, Suriya və Finikiyanı işğal edərək, diqqət edirik, yenidən Misirə birləşdirdi. Ön Asiyada Avropalılara görə Asiya qitəsinin qərb hissəsini təşkil edirdi. 3-cü Tutmos Fələstin və Suriyanı idarə etmək üçün də canişinlər təyin etdi və onun ölümündən sonra Misirin Ön Asiyadakı mövqeyi zəifləməyə başladı. Misirin sonuncu qüdrətli hökmdarı 2-ci Ramzes 13-cü eradan əvvəl 13-cü əsrdə hakimiyyətdə olmuşdur və ona qarşı Afrikada baş verən üsyanları yatırır. Üsyanları yatırdıqdan sonra biz dedik axı 3-cü Tutmosun ölümündən sonra Ön Asiyada zəifləmiş bu qüdrəti yenidən bərpa etmək üçün bu istiqamətlərə, yürüşlərə başlayır və bu zaman Ön Asiyada, yəni Anadoluda güclü dövlət quran Het şahlığı ilə mübarizə aparmalı olur. Misir
Hitlerlə Suriya uğrunda müharibə aparır. Eradan əvvəl 13-cü əsrdə və bu müharibənin gedişində əsas zərbə qüvvəsi kimi döyüş arabalarından istifadə edirdilər. Müharibənin nəticəsində isə heç bir tərəf qəti qələbə qazana bilmirdi və müharibə 1286-cı ildə Kadeş şəhərində imzalanan müqavilə ilə başa çatır. Kadeş müqaviləsinin şərtlərinə əsasən Fələstin və Finikiya Misirin hakimiyyəti altında qalır. Suriya Misirlə Hitler arasında bölüşdürülür. Cənubi Suriya Misirlilərdə, Şimali Suriya isə Hitlerdə qalır və bununla yanaşı da tərəflər başqa dövlətlərə qarşı da bir-birinə yardım etməli idilər. Tarixin ilk yazılı sülh müqaviləsi olan Kadeş müqaviləsi deməli nəticəsində Misir uzun müddət sülh şəraitində yaşayır. Bu şəraitdən istifadə edilərək 2-ci Ramzesdə geniş quruculuq işləri aparır və su varma sistemləri yenidən qurur. Yeni paytaxt olan Fif şəhərində və ölkənin başqa yerlərində də saraylar, sərdabələr və məbədlər tikdirirdi. Nubiyada isə özünə 24 metrlik heykəl qoydurdu. 2-ci Ramzesin vəfatından sonra isə Misirin ön Asiyada mövqeyi zəiflədi. Biz dedik ki, 3-cü Tutmosun vəfatından sonra Misirin ön Asiyada mövqeyi zəifləməyə başladı. 2-ci Ramzesin vəfatından sonra isə Misirin ön Asiyada mövqeyi zəiflədi. İndi qədim Misir dövlətinin tənəzzülü adlı yarımbaşlığa baxırıq. Eradan əvvəl 1-ci minilliyin əvvəllərində qədim Misir dövlətində hakimiyyət uğrunda mübarizə baş verir və bu mübarizənin nəticəsində dövlət zəifləyir və ayrı-ayrı hissələrə parçalanır. Misir ərazisinin bir qismini itirir. Hakim sülalələr isə tez-tez dəyişirdi. Burada sülalə anlayışı verilib ki, qohumluq və varislik hüququna əsasən taxta ardıcıl bir-birini əvəz edən eyni soydan olan Misir dövlətinin zəifləməsi, ayrı-ayrı hissələrə parçalanması, bir qismini itirməsi və burada tez-tez baş verən sülalə dəyişiklikləri fironların nüfuzunun aşağı düşməsinə səbəb olurdu. Bu dövrdə Əhəməni hökmdarı 2-ci Kambiz Misirə hücum edir və burada döyüş baş verir ki, biz bu döyüşə həlledici döyüş deyirik ki, Pelusiya döyüşüydü. Eradan əvvəl 525-ci ildə Pelusiya Misiri qoruyan qala hesab olunurdu və Misirin möhrü adlanırdı. Pelusiya döyüşünün nəticəsinə əsasən Əhəməni dövləti qalib gələrək Misiri işğal edib öz əyalətinə çevirir. Misirin müstəqil dövlətçiliyinə son qoyulur. Makedoniyalı İskəndər şərqi yürüşü zamanı eradan əvvəl 333-cü ildə Misiri müqavimətsiz tutur və Əhəməni ağalığına burada son qoyur. Öz imperiyasının tərkibinə qatır. Paytaxtı isə Misirin İskəndəriyyə şəhərinə köçürüldü. Burada biz Misir padşahlığının paytaxtından danışırıq ki, İskəndəriyyə şəhərinə köçürülür. Misir kahinləri İskəndəri Firon tanrı adlandırırdılar və eradan əvvəl 30-cu ildə isə Misir Romanın əyalətinə çevrilir. Misirin mədəniyyətinə baxırıq. Eradan əvvəl 4-cü minilliyin sonlarında qədim Misirlilər Mesopotamiya ilə əlaqələr qurmuşdular və Misirdə Şumer möhürlərinə oxşar möhürlər tapılmışdır. Yəni möhürlər həm Şumerlərə, həm də Misirlərə xas olmuşdur. Misirdə ilk dəfə yaranan yazını alimlər Mesopotamiyadan alınmış ola biləcəyini də iddia edirdilər. Şumerlər mixi yazı, Misir isə heroqlifləri sözün səsini ifadə edən işarələrlə, anlamını təmsil edən işarələrin birləşməsi yolu ilə ifadə etmişdilər. Baxırıq ki, Misirdə yaranan ilk yazı Misir və Şumerdə də deyə bilərik. Eradan əvvəl 4-cü minillikdə şəkli, piktoqrafik yazılar olmuşdur. Piktoqram, Latınca pictus şəkil, Yunanca isə qramma yazıram deməli sözlərindəndir. Mənası hər hansı bir fikri və ya anlayışı şəkil vasitəsilə təqdim edilməsidir. Yazının yaranmasının səbəbləri var idi ki, bunlar məlumatları, elmi və tarixi bilikləri yadda saxlamaq, Misirin vahid dövlətdə birləşdirilməsindən sonra Fironun əmr və göstərişlərini, qanunların insanlara dəqiq ötürülməsini deməli təmin etmək idi. Sonralar Misirdə heroqlif adlanan müqəddəs işarələr, yəni yazılar yarandı ki, bu işarələri bildirən heroqlif yazıları daş, ağac, dəri və papirus üzərində yazılırdı. 1822-ci ildə fransız alimi Jean Champollion Misir heroqliflərini oxumağa başlamışdır. Dedik ki, burada eradan əvvəl 4-cü minillikdə piktoqrafik yazılar yarandı. Ondan sonra isə Misirdə heroqlif yazılardan istifadə olunmuşdu ki, 1822-ci ildə fransız alimi Jean Champollion Misir heroqliflərini oxumağa başlamışdır. İndi Misirin təhsilinə baxırıq ki, kahinlər, məmurlar, dəftərxana işçiləri, yəni mirzələr ən savadlı insanlar idi. Misirlər böyük rəqəmlərlə hesablamağı bacarır
milyon rəqəmini göstərə bilirdilər. Təhsil məbədlərdəki xüsusi məktəblərdə, yəni məbəd məktəblərdə aparılırdı və qədim Misirdə bu məbəd məktəblərdə kahinlər və dəftərxana işçiləri müəllimlik edirdilər, adlı sanlı imkanlı insanların övladları oxuyurdu. Uşaqlar əvvəlcə heroqlif yazı öyrədilir, sonra hesab və həndəsə tədris edilirdi. Həndəsəni bilmədən piramida və məbədlər tikmək, həcm və sahəni hesablamaq mümkün olmadığı üçün həndəsə əsas fən hesab olunurdu. Məbəd məktəblərdə qızlar musiqi, rəqs və evdarlıq öyrənirdilər. Papirusdan hazırlanan vərəqlər baha olduğu üçün uşaqlar mum çəkilmiş lövhələrin hamardaş və ya qab qırıqlarının üzərində yazırdılar. Yazmaq üçün isə onlar qamış qələmlərdən və xüsusi mürəkkəblərdən istifadə edirdilər. Məbəd məktəblərdə pis oxuyan və nadiclik edən uşaqlar cəzalandırılırdı. İndi Misirin astronomiya və təqviminə baxırıq ki, qədim Misiri qızıllı ölkə adlandırırdılar. Lakin onun əsas sərvəti buğda və dənli bitkilər olmuşdur. Bol məhsul Nilin daşqıllarından asılı olduğundan dövlət bu işi nəzarətdə saxlayırdı. Bənd və kanallar hazırlamaq üçün daşqın vaxtını bilmək lazım idi. Misirli alimlər də bu daşqınların vaxtını ulduzları müşahidə etməklə və daşqın zamanı göydə ulduzların eyni mövqedə olmasını müəyyənləşdirdilər və bununla da qədim Misirdə astronomiyaya aid ilk biliklər yarandı. Qədim Misirdə kahin alimlər var ki, onlar günəş və ay tutulmasının vaxtını dəqiq bilirdilər. Ulduzlu göyün xəritəsini, yəni ulduz xəritəsini tərtib etmişdilər. Günəş və su saatlarını yaratmışlar ki, günəş saatı günəşin kölgəsinin uzunluğuna görə vaxtı təyin edirdi. Qədim Misir təqviminə baxırıq ki, Nil çayından dövrü olaraq baş verən daşqınlara əsaslanırdı. İl 12 ay, 365 gün və hər ay 30 gündən ibarət idi. İlin sonunda 5 gündə əlavə edib bayram edirdilər. İl 4 aydan ibarət 3 mövsümə bölünürdü. Daşqın, əkin və məhsul yığımı. İndi həndəsə sahəsindəki nailiyyətlərə baxırıq ki, qədim Misirlilərin riyaziyyat bilikləri Şumerlərdən zəif olsa da, həndəsə yüksək inkişaf etmişdir. Yəni Şumerlərdə riyaziyyat yüksək idi, Misirlilərdə isə həndəsə yüksək inkişaf etmişdir. Və hər bir rəqəm üçün ayrıca işarələr də mövcud idi. Onlar üçbucaq, dairə və trapeziyanın sahəsini hesablaya bilirdilər, həcmin ölçüsü müəyyənləşdirə bilirdilər. Və bugün istifadə etdiyimiz rəqəmləri bilməsələr də onluq hesablama sistemindən istifadə etməyi bacarırdılar. Tibb sahəsindəki nailiyyətlərinə baxırıq ki, həkimlər xəstəliyi təyin etmək üçün nəbzi dinləyir və müalicədə müxtəlif bitkilərdən istifadə edirdilər. Dünyada ilk dəfə sadə cərrahi əməliyyatlar Misirdə edilmişdir. Onlar göz, diş və başqa xəstəlikləri müalicə edirdilər. Tibb elminin inkişafına da mumiyalama adəti təsir etmişdir. İndi Misirlərin din və əfsanələrinə baxırıq ki, din qədim Misir mədəniyyətinin bütün sahələrinə təsir etmişdir. Qədim Misirlər çox tanrılı və bütpərəst idilər və onlar günəşə, aya, Nil çayına, heyvan və quşlara səcdə edirdilər və onlar öz tanrılarının heykəllərini də düzəldirdilər. Tanrıları quş yaxud heyvan başlı insan bədənini təsvir edirdilər. Onların baş tanrısı Amon idi və tanrıların hökmdarı Fironun isə havadarı idi. İnanclara görə insanın bədəni bütöv qaldıqda o yaşayır, buna görə də vəfat edənin bədənini olduğu kimi saxlamaq üçün mumyalayırdılar. Qədim Misir incəsənətinə aiddir. Firon hakimiyyətinin möhkəmləndirməsinə xidmət edirdi və əsas yeri heykəltaraşlıq və rəssamlıq tuturdu. Məbəd və məqbərələrin divarlarına çəkilmiş rəsmlər və heykəllərin əksəriyyəti tanrılar və fironları əks etdirirdi. Sənətkarları qızıl və qiymətli daşlarla da işləməyi bacarırdılar. Fironların dəfn edildiyi piramida, ehram, məbəd, saraylar memarlıqda əsas yeri tutduğu üçün Misiri ehramlar ölkəsi adlandırırlar. Eradan əvvəl 3-cü minillikdə fironların məzarlarına, yəni ehramların inşa edilməsi ilə bağlı olaraq Misir memarlığında böyük inkişaf baş verdi. Bu dövrdə Gizada fironların məzarlarına pilləkənvari, piramida formalı ehramlar inşa etməyə başladılar. Və Firon Djoser'in piramidası pilləkən formalı ilk piramida olmuşdur ki, onun uzunluğu 60 metr idi və diqqət edirik ki, daşdan tikilən ilk piramida Firon Djoserə aiddir. Firon Xeopsun, yəni Xufunun piramidası isə ən hündür və ən böyük piramida idi ki, 147 metr olmuşdur. Misirlilərin Xeopsun üfüqü adlandırdığı bu piramida dünyanın 7 möcüzəsindən biri sayılır. O, 3000 ildən çox müddətdə dünyada ən hündür tikili olmuşdur.
Piramidaların qarşısında bütöv qayadan diqqət edirik. Bütöv qayadan yonulmuş insan başlı şir bədənli heykəl alan böyük sfinks dururdu ki, Misirlilər böyük sfinksi dəhşətlər atası adlandırırdılar və fironların ruhlarını qoruduğuna da inanırdılar. Firon 1-ci Tutmosun dövründən başlayaraq fironları piramidada deyil, artıq sərdabədə, yəni qaya altından yonulmuş qəbirlərdə dəfn etməyə başlayırlar. Və ən zəngin sərdabə Firon 1-ci Tutanxamona məxsus olmuşdur. Onun sərdabəsində qızıl maska tapılmışdır. Misir memarlığına aid xüsusiyyətlərdən biri obleks adlanan sütunlardır ki, obleks sütunlar yuxarıya doğru getdikcə ucu piramida formalı olan sütunlar idi və fironların şərəfini ucaldırdılar. Misirlilərin inancına görə fironların ruhları bu sütunlar vasitəsilə başqa dünyaya gedirdi. Sonrakı dövrlərdə isə Misirdən çıxarılaraq Avropanın paytaxt şəhərlərinə aparılmışdır.